Sabahınız xeyir olsun. Gününüz xoş, uğurlu, bol bərəkətli başlasın. Ağacların yarpaqlarına baxın. Pəncərələr batıb. Yağışlardan sonra pəncərələr batıb. Pəncərələri silmək lazımdır. Necəsiz, neyinirsiniz? İnşallah yaxşı olasınız. Mən də şükür Allah yaxşıyam. Günlərdən 6-cı günüdür. Dünənləri axşam piraşki bişirmişəm. İndi bunları birazdan uşaqlar bağa gedəcəklər. Nəzin dərsdə, oğlum bağa gedəcək. Ona görə piraşki elədim ki, qoyum orada yeyərlər. Çayın altını yandırmışam. Kızlar, evdəkiləri yola saldım. Hamısını yola saldım. Getdilər bağa. Dərin nəfəs alıb dincəlirəm. Quşları qoyacağım balkona. Sonra axşam tərəfi onları çıxardacağım buradan. Balkona salacağım hamama. Bunların qəfəslərini təmizləməliyim. Bir də çimizdirəcəm. İndi qabları yuyacağım. Başqa buraları yığışdırım. Qabları yuyum. Sonra süfrəni dəyişəcəm. Gəlin mən sizi qoyum balkona. Neçə vaxtdır ki çəkmirdim video qızlar. Evdə tək olmayanda nəsə video çəkə bilmirəm də, rahat olmuram. Baxın. Bu nədir? Evkalipti əkdim. Bu yağışlı havalarda olanda götürdüm, əkdim onu. Bu çox gözəl güldür. Çox qalıcı güldür. Bundan alacağım mən. Özü bir neçə dənəsini alacağım. Bu cürbəcür rənglərini alacağım çünki çox qəşəng görsənir. Reyhan əkmişəm. Keçən dəfə getdim deməli özüm üçün reyhan aldım yeməyə. Baxdım gördüm kök sistemi var da, yaxşıdır, pis deyil. Götürdüm, əkdim. İndi bəziləri tutur. Düz indi bu belənçə olur da, solur, sonra özünə gəlirlər. İndi sulamalıyam. Sonra yaşlayır. Bax, bu tutub. Bu da tutub, bu da pis deyil, yaxşıdır. Bu da pis deyil, bu da pis deyil. İndi hansı tutmasa çıxardırsam yenə əkəcəm. Bu güllər də pis deyil, yaxşıdır. Sadəcə olaraq onları qəşəng dibçəklərə əkmək lazımdır. Piraşki də az qaldı. Nəzin gələr. Bunlar yananlar axır-axırıydı. Artıq birə qalmışdı. Hövsələm çatmırdı. Nəsə gecə qızarırdı. Altını xodunu verdim. O da belə yandı. Sonra da yenə də azaltdım. Stolun üstünü silək. Buranı bir dənə dəyişək. Qızlar, baxın. Vinili çıxartdım. Bezdim. O vinildən bezdim. Çat da olsa bilirəm ki, bunu dəyişmək olar. Amma indi bu artıq hal-hazırda mənim üçün və mənim ailəm üçün artıq bir xərcdir. Yəni hal-hazırda qızımızı oxutdururuq da. Yəni 10-cu sinifdir. Hazırlıqları gedir. Qoy bir dənə hazırları bitsin, qutarsın. Ondan sonra inşallah Allah qismət eləsə bunun üstünü yeniləyəcəm. Allah
İndi mən belə deyirəm, bir də görsən ki, istədiyimiz kimi heç nə çıxmır. İndi bir dənə buraları yığışdım, görəcəksiniz. Yeməyə bu günləri heç bilmirəm. Nə pişirəcəm, nə yeyəcəm. Hə. Bir dənə buranı silim. Bu severək almışdım bu klonkanı. Amma bezdirdi. Eyni. Mən eyni şeyi çox xoşlamıram. Ey qızlar, bilmirəm. Mən ümumiyyətcə bir dolça olaraq, bürcü olaraq çox əziyyət çəkirəm. Biz özümüzü daimi yalnız hiss edirik. Bu klonkanı götürək. Bu stol qədim stoldur. Açılıb bağlanan stoldur. Bir də görsən ki, bağlayıram. Bir tərəfini bağlayıram, bu hissəsini. Bağlayıram, yığılır. Ortalıq biraz açılır. Sonra istəyəndə də ki, götürürəm, açıram. Amma açılı vəziyyətdə qalanda, yəni artıq uşaqlar maşallah böyüyüb bizə balaca yer bəs eləmir. İndi qaldıqca açılacaq. Belə necə oldu? Vinilləri hamısını çıxartdım, qəşəngcə sürtdüm. Beləncinə görünüşcə ola bilər ki, qəşəng görsənməsin, çatdaqdır. Amma təmizlik barəsində çox gözəldir. Bilsiz niyə? Vinilin altına su keçir. O su qalır orada, başlayır iylənməyə. Sən onu nə qədər silsən də, silməsən də, yenə o qalıb orada. Kleyli klonkada təsəvvür edin, onun altına su gedir, qalır. İstər-istəməz bakteriyadır da. Ona görə çıxartdım. Heç düşünmürəm də vinil taxmağa. Qızlar, çox bir qəribə bir hal baş verir məndə bu maşında. Öz-özünə su yığılır. Oy. Dəqiqə. Mən başım çıxmır ki, bu niyə belə su yığır? Nəzin gəlib, yeməyini yedi, qabları indi yuyacam. Sizə bir dənə göstərmək istəyirəm buranı. Baxın, qızlar, bu mənim vinilsiz olan haldır. Məncə, belə daha yaxşıdır, daha səliqəlidir, daha belə gözə oxşur, nəinki vinillə. Düzdürmü? İndi bilmirəm, kənarda necə görsənir, amma belə qat-qat təmizlikdir də, qat-qat təmizlikdir. Keçən dönənki videoda paylaşmışdım qızlar, o soğan əkmişdim. Alınmadı, inansız çürüdü. Hə, belə. Oturdum, fikirləşdim, görüm nə yiyəcəm, bu günləri, nə pişirim. Belə qərara gəldim ki, kartof qızardaram, çünki ət yoxdur. İndi bağdan gələndə alacaqlar. Çörəyin xəmini elədim, orada qoydum. Daha sonra evləri yığışdırmaq ki, bir dənə evi plisoslayacağam. O da kartofu eləyəndən sonra polu plisoslayacağam. Mebellərin üstünü silmişəm. Onlar təmizdir. Bir dənə paltarları yuyacağam, sərəcəm. Neçə gündür ki, qızlar yox idim. Yenə itmişdim. Niyə itmişdim? Çünki Azərbaycana yeni şirkət gəlib, elə onun haqqında onu araşdırırdım, baxırdım, incəlirdim. Gördüm ki, çox yaxşıdır. Əsas da ki, nəyə yaxşıdır, nəyə xoşuma gəldi bu şirkətin. Çünki burada alış məcburiyyət yoxdur da, hər ay məhsul götürəsən, satasan, eləyəsən, yoxdur belə bir şey. Düzdür, məhsul var, istəyərsən alarsan, istəyərsən almazsan. Bu, yəni ona aid deyil. Əsas odur ki, məhsul alma məcburiyyəti yoxdur burada. Daha sonra dəvət məcburiyyəti yoxdur. Qol şərtləri yoxdur, bebelər yoxdur. Bebe yəni ki, bal sistemi yoxdur, rütbədən düşmə yoxdur. Əsas odur bunlardır. Bu sistem necədir? Abunə üzərindən qazanırlar. Yəni gəlirsiniz sadəcə olaraq
abunə haqqı ödəyirsiniz, 10 dollar, yəni bizim pulla 17 manat eləyir. Ödəyirsiniz və 70%, 70-80% məhsullar ala bilirsiniz. Zaman keçdikcə Matrix sizdən sonra insanları qeydiyyatdan keçirir və siz başlayırsınız qazanmağa, gəlir götürməyə. İndi deyirsiniz ki, həm Home-daydın, Oriflame-daydın, indi də ki buna keçdin. Yəni ki, bir şirkətdən o bir şirkətə keçirsən. Niyə? Ən birinci Doktor Klinikdaydım. Doktor Klinikdə də ki, siz necə təzə idim. Yəni sistemi bilmirdim. Sıfır idi. Sistemi heç bilmirdim. Nəyi necə eləmək lazımdır? Onları heç nə bilmirdim. Daha sonra heç orada bir ay qaldım. Ondan sonra keçdim Oriflame-a məhsul götürməyə. Məhsul götürməyə sonra baxdım ki, yəni gəlir götürmək üçün gərək 200 manat, 230 manatlıq məhsul vurasan. Bir ay, 2 ay elədim onu. Mamagil, gəlinimizgil, özüm biraz nəsə götürdüm. Hətta kənardan da məndən istədilər Oriflame-la məhsul. Eləncini mən elə bil ki, 1-2 ay elə bil özü tamamladım bir tər. Rütbələrə başladım yavaş-yavaş qalxmağa. Daha sonra gördüm ki, yox, alınmır. Gördüm ki, insan gərək ayağını yorğanına görə uzatsın da. Dayandırdım oradan. Ancaq kənardan kimsə nəsə istəyəndə, onlar üçün götürmüşəm, vermişəm belə. Daha sonra keçdim Home-a. Niyə Home-a keçdim? Dedim, məhsullardan istifadə eləyərəm. Həm də ki, burada dedim, bir var ki, 35 manat verəsən, bir də var ki, 230 manat verəsən. Keçdim Home-a. Home-da da məni biraz çox incitdilər əslində. İnsanlar, qeydiyyat elədiyim insanlar, yəni üzlərinə xoş baxdıqca elə bil ki, çox məni incitdilər. Həddindən artıq çox incitdilər. Mən insanlarla biraz yumuşaq davranıram. Əslində gərək yumuşaq davranmayasan. Onlar elə bilirlər ki, belə də lazımdır. Gəl elə bil ki, biraz da faqa əzək. İnsanlar məni çox incitdilər. Ona görə çıxdım. Balları toplamaq bu məni çox yordu. Hər ay eyni elə bir ki, sıfırdan başlayırsan, hər dəfə sıfırdan dəvət gətir şeylə, məhsulu vurdu, vurmadı. Bu məni çox incitdi. İndi bura keçdim, baxım görüm burada necə olacaq. Görək də inşallah yaxşı olar. Zaten biz məsəl üçün əvvəllər telefonlardan hansı moddaydı? Motorola-ydı da, düzdür. Daha sonra Nokia gəldi. Ondan sonra Samsung gəldi. Ondan sonra Xiaomi, iPhone, düzdür. Hər dəfə biz bu telefonları dəyişirik də, eyni telefonda qalmırıq ki, düzdür. Bu da eləncə. Elə yox. Kim istəsə iş haqqında daha ətraflı məlumat almaq istəsə, link paylaşacağım bura. Link qoyacağım. Keçid eləyərsiniz. Təqdimat qrupudur. Qızlar, burada sizə hər bir şey başa salınacaq, izah olunacaq. Yəni ki, hamısı xanımlardır, kişi xeylağı yoxdur. Bizim qrupda gələrsiniz, suallarınızı verərsiniz, daha ətraflı öyrənərsiniz. Yəni burada sizə heç də məcbur eləmir. Sadəcə olaraq dinləyəcəksiniz, götür qoy eləyəcəksiniz. İstəyirsiniz qeydiyyatdan keçərsiniz, istəməzsiniz qeydiyyatdan keçməzsiniz. Bu sizin öz şəxsi fikriniz olacaq. Ona görə sizə heç məcbur heç nə eləməyəcək. Kartof qızartdım. Düzdür, kartof dağıldı. Bir də burada mən salat hazırlayıram yanında. İndi bu dənə göyərçisini də əlavə eləyim. Nəzmin getdi, aldı. İçərisinə sumaqdır, palçıq turşusudur, duz, stiyot, soğan, qəşəngcə nar şarab, də bunu əlavə eləyəcəm. Keşnişi. Göyərtinin bizə nə dadı gəldi? Kebab dadı gəldi. Oy canıma. 2 Mart tarixindəki imtahan nəticələrində narazı qalıb apellasiyaya verən 6304 abituriyent müraciət edib. Yaxşı, 6000. 9 Martda nə qədər olacaq? Az oldu onun göyərtisi. Bir dənə qızım. Qızlar, dünənləri
salat yerdə, çəkiliş eləyən yerdə videonu saxladım. Dedim, videonu davam eləyərəm. Bu ara hər kəsə salam. İkinci videodur qızlar. Dedim, çəkiliş eləyərəm. Deyirəm, o atalar sözü var ya, sən saydığı say, gör fələk nə sayır. İnanırsınız, uşaqlar, yoldaşımla oğlum içəri girən kimi bir dənə axşam saat 9-un yarısı bir dənə mənim başımdan bir dənə sancı tutdu. Gözüm belə qaraldı, belə bir tər oldum da. Elə gedirdim, gəlirdim, dedim ki, mənə nə oldu birdən-birə də? Yaxşı idim axı, heç nəyim yox idi. İstədim video çəkim, gördüm yox, videonu çəkə bilmirəm, tamamlaya bilmirəm. Dedim, eyb yox. Birazdan özümə gələrəm, yenə çəkərəm. Dedim, bir dənə təzyiqimi ölçüm. Təzyiqim qalxmışdı. 140-ın 100-ə idi. Məndə həmişə aşağıda qalxır. Nəsə istəyirdim mən. İnanırsınız ki ya qızlar, getdikcə şiddətləşdi. Düz bir sutka eyni nahiyədən ağradı. Səhəri günü, dünənin axşama qədər. Eyni nə vaxt ki, saat neçədə ki başladı, o eyni saatda da məndə başım buraxdı. İnanırsınız, belə şok oldum, qəribə oldum. Dünənlər elə yarpaq da elədim. Elə bir ki, səhərsi günü də mən elə bir kartof qızartdım. Sonra səhərsi günü dolma elədim. Birazını qaldı. İndi ət qalıb. Dedim, onu da yenə eləyim. Dedim, sizlə eləyim çəkilişi. Çünki videonu tamamlamalıyam axı. Çörəyi də qoymuşam duxovkaya. Qoy pişsin. Bir dənə onu açım. Belə qəribə bir hal yaşadım. Heç istəməzdim. Artıq çoxdan bu videonu paylaşmışdım. Sevgilim. Pardon. Çoxdan artıq mən bu videonu paylaşmışdım. Elə bağda 2 dənə yarpaq qalmışdı, banka qalmışdı. Elə onları dedim, qalırsan belə ki, gün ərzində nə pişirəsən, neyniyəsən. İndi dedim, hazır polfabrikat var. İndi hazırlayın. Ay, bu niyə açılmadı? Hazır polfabrikat olanda çox adam çox rahat olur. Ümumiyyətcə adamın əlindən tutur da, yəni bilirsiniz ki, ət indi hal-hazırda ətdir, hər şey çox bahadır, kartofdur, soğandır. Yəni Allah hamıya bol ruzu versin. Hamı öz evində necə qazan ət qaynada bilsin. Mən məsəl üçün elə istəyərdim ki, məsəl üçün çox alasan, bir dəfəlik əti çox alasan, sonra onu götürəsən, geçən yarpaq dolmalı pişir, kələm dolmalı, hamısını hazır qoy, polfabrikat elə, qoy günə soyuducuya. Blinçikovu elə, qoy soyuducuya. Lazım olanda çıxart. Adamın əlindən elə tutur ki, çox tutur da. Mən məsəl üçün indi soğan xarab olurdu. Elə blenderdən keçirdim, qoydum soyuducuya. İndi bunu da görüm nə qalsa qoyaram marazinкada. Xarab olmasın. Az qalıb artıq. Yarpaq sezonu gəlir. Bir şey qalmır. Hələ bağa getməmişəm. Nasıl? Mən dedim havalar yaxşı olar gedərəm. Özüm də istəyirdim bağa getmək. Həm çəkiliş eləməyə, həm də oraları biraz yığışdırım. Gedə bilmədim nəsə. Nəsə deyəndə ki, soyuq oldu getmədim də. Ona görə bunu da belə elədik. Bir dənə bunu yum. Bir dənə bunu qəşəng yum. Duzu getsin. Belə. Bu deməli ətin içərisinə nə əlavə eləmişəm, onu deyim sizə. Düydür, sarı kökdür, keşnişdir, soğan nədir? Soğandır, samosavor, keşniş, şüd, nanə. Bunu əlavə elədim və axır vaxtlardır yarpaq dolmasına qatıq əlavə edirəm.
o qədər qəşəng çıxır ki, pambıq kimi. Çox qəşəng çıxır. Düzdür, bir-iki nəfərdən eşitmişdim. Eşitmişdim yoxsa? Hə, mənim elə bir ki, gəlinimiz, o da eşitmişdi, qatıq əlavə eləmişdi. Daha sonra bir aşbaz var, o da elə bir ki, belə polfabrikatlar hazırlayır, satır. Hicablı gəlindi o da. Hə, mən ondan eşitdim. Biraz, elə bir ki, bir qaşıq qatıq əlavə edirsən və salamda. Çox qəşəng çıxır da, çox. Mən də neçə dəfədir artıq hər dolma eləyəndə 3-4 dəfədir ki, dünən düzdə qatmamışdım, dünənki, çünki qatıq yox idi. Elə pişirdim, getdim, qatıq aldım, gəldim. Amma buna artıq qatıq vurmuşam. Siz də qatıq olanda əlavə eləyin, görün necə olacaq. Görün nə qəşəng olacaq. Buna dolduracağım, çünki hündür qazanım yoxdur, buna qoyacağım. Var, bir də buna oxşar hündür tavan var qazanımda, yəni o içərisində pısat şey var, sup var. İndi gəlin mən bunları açacağım, yavaş-yavaş. Birinci hamısını açıb düzəcəm, belə qəşəng səliqə ilə. Ondan sonra başlayacağım bükməyə. Görürsünüz, çubuğunu da mən çıxartmıram ha, qızlar, baxın. Yaxalamaq lazım deyil. İçini yaxalamadım. Görürsünüz, mən yarpaqlarını çıxartmıram. Yarpaq nədir? Saçaqlarını. O elə bir ki, turşuluq saxlayır da. Qəşəng olur. Belə az oldu. Sabahlıq bir günlük üstünə qapağı qoyaq. Suyumuzu da içək. İşimi bitirmişəm. Sizə nə göstərəcəm? Buraları tərtəmiz elədim. Dolma da pişir orada. Deməli, mən harasa uşaqlar mənə ad günümə gül almamışdılar. Onu qoymuşdum soyuducuya. Gəlin sizə aşağı salım. Belə. Baxın. Deməli, bunun baş hissəsini kəsmək lazımdır. Deməli, bayaqları telefona baxırdım. Bunlar yaxşıdır, pis vəziyyətdə deyil. Deməli, götürür, neyinir? Drojlu su, onun içərisinə qoyur. Baxın, bu da artıq budaqlar çıxır, görürsünüz. Burada da var, bu bir.
Burada elə də göz yoxdur ki, bir dənə göz var burada. Burada 2 dənə göz var. Bu da bunu da belə kəssək, burada bir dənə göz var. İndi bir dənə öyle onu düzəldim. Deməli 1 litrə hardasa 50 qram tökür. 50 qram nə qədərdir? 20 qram 1 xörək qaşığıdır. 2 xörək qaşığı biraz çox da. 2 xörək qaşığı bir də 1 çay qaşığı. Mənə də ki bir dənə buna bax beləcə şey lazımdır. 2 dəqiqə. Görək alınacaq. Ha belə, hə, bəs eləyər məncə. Şu qızlar, işimi mən bitirdim. Çörəyimi də bişirirmişəm. Üstünə axır vaxtlardır su vururam. Görün nə yaxşıdır. Burada belə təmizdir. Bu da bir burun qaynadı. Altını söndürə də bilərəm. Sabah üçün də. Məsəl üçün bəzi qızlar deyir ki, məndə kəfli çıxır. Məndə inansız ki ya, mənim dolmam heç vaxt kəfli çıxmayıb. Biraz da yağ əlavə eləyəcəm. Toyuğu da çıxardaram. Sabah bəlkə toyuq da eləyərəm. Bunu da belə elədim. Belə qızlar, hər birinizi öpürəm. Gecəniz xeyrə qalsın. Özünüzə yaxşı baxın. Bugün işini bitirdim. Başqa elə işim yoxdur. Gedim montaj eləyim videonu. Sabahları inşallah Allah qismət eləsə sabahlar paylaşaram. Öpürəm. Gecəniz xeyrə qalsın. Hələlik.